Bugün nə baş verəcək? Biz sizin keçən dəfəki olan rəyləri oxumuşuq və görürük ki, bizə nə lazımdır. Bir balaca community build-up. Bugün bizdən buradakı olan Azərbaycan Kultur Centrunun direktoru olacaq, Səbəy yoldadır, birazdan gələcək. O danışacaq ki, biz burada community yaradırıq, onlar da tərəfində Azərbaycan Almaniyada və Berlində yaşayan Azərbaycanlar arasında community yaradırlar və biz baxırıq ki, bir-birimizə nətər kimi elə bilərik. Bu birazdan özü gəlib danışacaq. Sonra birazdan təxminən yarım saatdan sonra gələcək çox yaxşı dostum Konstantı. O Almaniyada və Berlində artıq 20 ilə yaxın executive recruiter kimi işləyib. Onun yaxşı kampaniya şirkəti var idi. Və mənə tutaq ki, buradakı olan ən birinci iş o mənə kimi eləyib ki, mənə tapılım. Və mənə bir treyn eləyib ki, mən onu çağırmışım ki, o sizə göstərsin ki, bir balaca workshop eləsin ki, öz rezümə yazmaq lazım ki, sizi ayrı rekruter sizi görsələr və sizin iş tapmaq şansı biraz artırsın. Sonra 2 dənə topik olacaq, technical. Şəhriyar orada görürəm, o hazırlaşır və sonra hanı? Buradadır. Sənət burada danışır, 2 dənə technical topic. Və bir balaca exercise'lar. Keçən dəfə başlamışsınız, çox sağ olun. O referral database build-up. Referral database nədir ki? Biz yazırıq ki, biz harada işləyirik və kimə kömək elə bilərik, referral kimi. Mən inanıram ki, o həmişə bir yaxşı bir şeydir ki, çünki bizim iş tapmaq şansını artır. Okay, next slide. Yenidən housekeeping rules. Bu sadəcə MVP'dir. Bu community build-up, o sadəcə MVP'dir. Deməli, nə isə işlənməyəcək, nə isə düz getməyəcək, hansı bir açıqlar olacaq, o normal bir şeydir. Mən sizə rəyləri həmişə eşitmək istəyirəm. Sadəcə biraz, İngiliscə deyişim, biraz patient olun ki, nə isə işlənməyəcək, o normal bir şeydir. No politics. Bizə ayrı-ayrı fikirlər ola bilər. Siyasət məsələsi, o məsələsi, onun zəhmət olmasa qoyaq qırağa. Biz ancaq burada professional community development görə görüşürük və birimizi tanımaq üçün. Və constructive feedback is always welcome. Next slide. Kim Telegram chatda yoxdur, bizimki olan? Zəhmət olmasa indi. Keçən dəfə kimi bu ofisi kirayalamaq üçün təxminən 550 avrodur. Kim nə qədər kömək elə bilir? Buyurun, PayPal account N26, zəhmət olmasa. İndi onun sonra fərqi yoxdur. Çünki mən onu deyirəm, amma istəyirəm ki, community contribution olsun. Biz ümumiyyətlə burada nəyə görə yığışmışıq? Bizim buradakı olan community eləyək. Əvvəlcə Berlin, sonra tam Almaniya, sonra bəlkə Avropa. Onu eləmək üçün gəlin buradan başlayaq. Və community mən deyiləm, ilkin deyil, sabir deyil, hamımız bir yerdə. Bu ancaq bu formatda community ola bilər. Ona görə gəlin, danışın, birimizi tanış olun, nəyisə bir yerdə eləyək. Örgənək, nəyisə bir-birinə kömək elə dəstək verək və bir yerdə pul qazanaq. Və onun barədə biraz axırda danışacağam. Hansı variantlar var, legal olaraq. Keçən dəfə kimi bir balaca komanda çox şey elə bilər. Facebook, Instagram'ı alanda bir 3 milyard deyəsən. Neçə nəfər orada işləyib? Kim bilir? 13 nəfər. Minecraft, Microsoft alıb bir 4 ya da 5 milyarda. Ancaq bir nəfər başlayıb. WhatsApp 10 nəfər işləyib deyəsən, ya da 8 nəfər işləyib ki, Facebook onu alanda. Olsa, onda 2 milyard idi təxminən. Burada məşğul bir 40 nəfər var. Təsəvvür edin ki, ən azı, ay sağ ol. Gəlin belə də biraz fikirləşək o tərəfindən. Biz nə elə bilərik bir yerdə? Next. Yeni slaytlar. Better together. İndi isə ən birinci technical topic. Salam müəllim, olarmı sizin? Hey. Bugün bu arada salam, mən Sənan. AirTrack haqqında danışacağım.
Slaytda o ekstra məlumat yoxdur öz haqqımda və yaxud da tarixçi haqqında. Qısaca danışmaq istəyirəm ki, biz hardasa bir 3 il ərzində Data Lake adında bir proyekt üzərində işlədik. Orada kifayət qədər böyük təcrübə topladıq, amma təəssüf ki, satış çox təcrübəsiz olduğumuz sahə olduğuna görə exit elədik. Exit dediyim də böyük bir şey deyil, sadəcə ən azından ziyanla çıxmadıq. Bir müddət sonra oradan qazandığım təcrübəni artıq satış edə bilməyəcəyimizə görə open source şəklində necə geri vermək olar community-yə və təbii ki, tutarsa niyə də yox. AirTract əslində open source bir tooldur. Airbyte və yaxud da Fivetran-a alternativ olaraq çıxardılmış. Airbyte və Fivetran haqqında məlumatı olan təqribən nə qədər adam var? Çox imiş. Növbəti slayd zəhmət olmasa. Bugün ajendamız əslində qısaca AirTract haqqında məlumat verib, arxitekturasını, özəllikləri nələrdir, digərlərindən fərqlənən, sonra comparison table'ımız olacaq, performance və scalability haqqında danışacağım və qısaca roadmap və suallar olarsa sonda onları almağa çalışacağım. Növbəti slayd zəhmət olmasa. AirTract tamamilə open source, pulsuz bir ən azından başlanğıcda bir tool olaraq hosted version olana qədər nəzərdə tutulmuş bir tooldur. Resource kontrolu daha az resource yemək üçün Airbyte-dan məsələn fərqli olaraq Golang-la yazılmış bir tooldur. Cloud native-dir, scalability məsələləri hal-hazırda ən böyük dərdlərdən biridir deyə ekstra olaraq nəzərə alınmışdı. Dexstyle UI-dir, hansı ki daha çox texniki məlumatları az olan, bilgiləri az olan insanların daha rahatlıqla datanı bir yerdən A nöqtəsindən B nöqtəsinə aparmaqları üçün kömək edən bir tool olacaq. Bento adında bir tool var. Əvvəllər adı Bentosu idi, sonra Red Panda deyə şirkət onu aldı. Ondan sonra başqa bir community onu fork elədi. O hansı ki sadəcə core-dur. Biz onun üzərində powered by Bento deyək, streaming processing tool yaratmaq istəyirik. Növbəti slayd zəhmət olmasa. Ümumi arxitektura əslində çox bəsitdir. Coordinator worker model üzərində işləyir. Orchestration işinə baxır coordinator və hər bir şey cloud native vurğuladığım kimi state listi və scaling məsələlərində auto scaling və s. Diqqətə alınmış və ən önəmli şeylərdən biridir burada. Lightweight modular sistemdir. Heç bir məsələn Airbyte-dan fərqli olaraq hard dependency yoxdur. Məsələn Docker üzərində bare metal olsun, Kubernetes olsun, virtual machine olsun, local maşınınız olsun, fərq eləmir. Yəni sadəcə single binary execute və salam. Sonra növbəti slayd zəhmət olmasa. Unikal bacarıqları nələrdir? Normalda bazarda hal-hazırda olan bütün toolların yanaşması pool-based data pipeline-lardır. Hansı ki, siz source-unuzu göstərirsiniz. Həmin tool sadəcə pull eləyir datanı. Push-based streaming verən tool demək olar ki, yoxdur və olanlar da, çox tanınanlar deyil, ən azından qarşıma çıxanlar yoxdur. Xüsusi özəlliklərdən biri Bloblang deyə bir xüsusi bir proqramlaşdırma dili deyil, sadəcə data transformasiyanı JSON-based DSL-dir, hansı ki transformasiya və enrichment üçün çox rahatlıqla eləmək olur. Mapping, filtering, conditional logic hamısını DBT və yaxud da third party bir tool-a ehtiyac olmadan Bloblang-lə daxilində pipeline ərzində eləmək olur. Yazdığım kimi, yəni DBT-ni bir çox hallarda, hardasa mən deyərdim hətta 90% hallarda replace edə, yəni əvəzləyə bilir. Və bundan da başqa sub-process supportu var, hansı ki Airbyte-dan və yaxud da digər bəzi toollardan fərqli olaraq, məsələn Python-based Singer framework-ından fərqli olaraq hər hansısa bir dil dedicated deyil.
hər hansısa bir dildə standartı dəstəkləyəcək şəkildə tool'unuzu yazıb std in, std out üzərindən subprocess custom komponentlər qoşa bilirsiniz. Data enrichment üçün olsun, data filtration üçün olsun, aggregation üçün olsun, fərq eləmir. Növbəti slayd zəhmət olmasa. Okay. Buradakı məsələ əslində çox qısa bir nümunə göstərmək istədim. Bu arada produkt hal-hazırda MVP versiyasındadır. UI-based stream builder, Dog style stream builder düzəltmək istəmişik ki, yəni ümumi flow-nu tamamilə görə bilsin. Metriklər olsun və yaxud da proses getdiyi zaman hər hansısa enrichment olsun və yaxud da ki, xətalar olsun, hansı hissədə, hansı anda olduğunu bilmək və düzəldə bilmək və yaxud da ki, növbəti başqa streamlərdə onu nəzərə almaq üçün. BlockLang az öncə vurğuladığım kimi subprocessor eynən öz custom komponentlərinizi hər hansısa bir komponent ola bilər, şirkətin daxili API-dir, onu da source olaraq qoşmaq istəyirsiniz məsələn. Horizontally scalable vertical pool məntiqi var, delivery qarantiyası var, hansı ki bir source göstərib bir destination'ınız varsa transaction based-dir, nəzərə data center partlamadığı müddətcə, yəni bu qarantiyanı vermək olur. Buffering caching bu standart sadəcə performans və bəzi buffering orada biraz fərqli məntiqdə işləyir. Texniki detallara çox girmək istəmirəm əslində, amma qısaca vurğulaya bilərəm ki, bəzi sourcelar var ki, onlar üçün sizin datanı aldım və B nöqtəsinə çatdırdım deməyiniz vaxt olaraq önəmli deyil, amma bəzi sourcelar var ki, onlar üçün latency çox önəmlidir. Buffering burada sizə ona görə kömək edir ki, siz ən qısa zamanda geri dönüş edirsiniz ki, artıq məndə data var, delivery guaranteed olduğu üçün davam edə bilərsən işinə. Error handling digər, məsələn, Airbyte və yaxud da ki, Fivetran-dan fərqli olaraq burada biraz advanced error handling var. Çünki ən azından, məsələn, SAMAP-da bizdə çox case'lər var ki, mən hal-hazırda fraud, risk and compliance tərəfində işləyirəm. Orada bizdə case'lər olur ki, fraudu yoxlayırıq. Fraud yoxlamaq üçün fərqli sistemlər istifadə edirik, amma onlar da təbii ki, %100 hər zaman ayaqda olmur, bəzən işləməyə bilir. Amma işləmədiyi zaman ekstra kompleks conditional logiclər olur ki, bu sistemi saxlama, bunu filan yerə göndər və yaxud da ki, manual olaraq kimsə baxsın case'ə və s. və ilaxır. Normal pipeline'larda bu tipli bir məntiq yoxdur, hansı ki, case'lərə görə data enrichment və s. hissələrində fərqli flow'lara yönləndirmək, hansı ki, error handling logic burada ekstradır və BlockLang'in sağ olsun sayəsində. Növbəti slide, zəhmət olmasa, burada qısaca ən önəmli şeyləri vurğulamağa çalışmışam. Airbyte var, Fivetran var və AirTract var. Lisenziya olaraq Airbyte və AirTract open source-dur. Airbyte'ın cloud versiyası var, pullu istifadə edə bilərsiniz, amma Fivetran tamamilə qapalı sistemdir. Transformasiya, enrichment Airbyte-da DBT-ni qoşmağınıza ehtiyac var. Burada vurğuladığım kimi BlockLang-lə bu istədiyiniz transformasiyanı eləmək olur. Fivetran-da da SQL. Əslində Fivetran-ı burada olmağına o qədər də çox ehtiyac yoxdur. Sadəcə proseslərdə funksionallığın dəstəklənməyi baxımından müqayisə etməyə çalışmışam. Custom komponentlər mövzusunda az öncə bildirdiyim kimi STD-in STD-out kommunikasiyası olduğuna görə yazdığınız komponentin hansı dildə işlədiyi çox da önəmli deyil. Standart, yəni IO-ya nəyi yazıb, nəyi oxuduğu önəmlidir və salam. Yəni ona görə istədiyiniz dildə yaza bilirsiniz. Airbyte-dən məsələn fərqli olaraq. Fivetran isə proprietary SAS olduğuna görə onlarda artıq custom komponent deyə bir şey yoxdur. Request edə bilərsiniz maksimum, əgər böyük şirkətsinizsə o da. HTTP input source bu bazarda çox da məşhur olmayan, əslində streamingə xas olmayan bir xüsusiyyətdir. Sadəcə bizdə mənim işlədiyim tribe-də məsələn durmadan bir çox source-lardan data consume edirik və bunlardan bir çoxu da webhook olur.
Webhook olduğu zaman gəlin oturaq bir dənə də API yazaq ki, bunu götürsün Kafka-ya yazsın ki, bir də proses davam edə bilsin. Bu tipli hallar çox olur, hansı ki həmin servisin heç bir logiki yoxdur daxilində. Sadəcə onun işi HTTP resursu qəbul edə bilməkdir. Buradakı amma HTTP source-un özü belə flowlarda görürük ki, o API sadəcə kömək edir ki, o Kafka-ya gəlsin. O da əslində streamingin bir parçasıdır bizim yazdığımız sistemlərdə. Ona görə niyə görə də ekstra calaq qoşmaq, niyə də görə də streamingin elə birbaşa source olmasın deyə HTTP input source dəstəkləyir, hansı ki deyirsiniz ki, məsələn, mən belə bir server qalxsın, o bir portda qalxır, hər hansısa bir servisin webhookuna bağlayırsınız, heç bir API yazmadan, sonra da o gedir Kafka-ya və s. database-imizə və s. Yəni, istəkdən asılı olaraq təbii ki. Dependency məsələsi, xüsusilə də Docker dependency, Airbyte-da bir resurs baxımından çox az sistemdir. İki, Docker olmasa heç vaxt işləmir. Yəni, düzdür, Docker çox məşhurdur, Dockersız işləyən yoxdur demək olar ki, amma belə bir problemi var. Fivetran-sə managed servicedir, nə edirlər, bilinmir. Sonra connector extensibility, Golang-la native connectorlar yazmaq olur, amma subprocessorlarla da dediyim kimi istədiyiniz dildə yaza bilirsiniz. Airbyte-da da az öncə vurğuladığım kimi CDK-ləri var. Onlar SDK-ləri yox, CDK-ləri. Amma limitli şəkildə, müəyyən dependensilərlə işləyəcək şəkildə. Stream Builder Airbyte-da daha çox form-based-dir, hansı ki, kompleks və başa düşməlisiniz ki, iş, proses nədən gedir. Yəni, data engineering məlumatlarınız ən azından basic səviyyədə olmasa, bu proses sizin üçün biraz çətin ola bilər. Amma az öncə orada screenshotda gördüyünüz kimi, buradakı məntiq çox sadə, sadəcə blokları bir-birinə bağlamaq kifayət edir ki, streaminiz işə düşsün. Monitoring observability məsələsi heç biri tracing məsələni dəstəkləmir. OpenTelemetry olduğuna görə də hər hansısa bir tool dependency yoxdur. Scalability-də az öncə bildirdiyim kimi heavy-dir. Airbyte-da Docker və Postgres həmişə orada olmalıdır. Burada isə lightweight-dir, single binary-dir, by default SQLite-la işləyir. Amma istəyirsinizsə Postgres və yaxud da MySQL fərqi yoxdur. Coordination-a kömək eləmək üçün, orchestration-a kömək eləmək üçün qoşa bilərsiniz, yəni alternativ olaraq. Növbəti slide zəhmət olmasa, performance scalability məsələsi az öncə vurğuladığım kimi Go native single binary, virtual machine, container heç nəyə ehtiyac yoxdur. Memory safety və Airbyte-la müqayisədə ən azından bəzi caselərdə yoxladığımda ən az 10 dəfəyə qədər az CPU işlədir. Worker pool modelidir. Coordinator bunu orchestration eləyir və load balancing eləyir. Bu hal-hazırda üstündə işlədiyim bir mövzudur. Çünki o biraz dəyişə bilər. Hər streamə görə bir başqa bir stream prosesi olsunmu, olmasınmı, amma texniki bir məsələdir. Bir də resurslarımızın xüsusilə istifadəsini tamamilə kontrol altında saxlamaq üçün bəzən olur ki, CPU intensiv proseslər olur, hansı ki, çox az olduğuna görə bütün sistemi öz kontrolunda saxlayır və başqa streamlər ehtiyacı olduqları şeyi əldə edə bilmirlər. Hal-hazırdakı belə deyərdim, kapitalizm kimi gözü doymayan adamlara görə çox adam ac qalır. Yəni, o tipli streamlər də olur. Ona görə burada elə bir kontrol var ki, streaminiz əgər intensivdirsə, siz onlara məsələn deyə bilirsiniz ki, maksimum bu qədər resurs ye, bu qədər threaddə işlə, bundan artıq o birisi tərəfə keçmə. Real time'dır. Airbyte-dan fərqli olaraq ancaq batch friendly-dir. İstədiyiniz təqdirdə batching eləyib, batch halında da streami, yəni B nöqtəsinə çatdıra bilirsiniz datanızı. Növbəti slide, roadmap-imiz hələ ki MVP mərhələsindədir. İlkin GitHub page-imizi və s. düzəldib, landing page ilə bir yerdə ilk commitimizi eləmək istəyirik Q2-da.
Sonra bu ilin sonuna qədər əsas məqsəd growth-dur. GitHub starlarımızı belə deyim artırmaqdır ən önəmli və istifadəçi test userlər artırmaqdır. Gələn ildən başlayaraq isə yavaş-yavaş community standartı yaratmaq və bu tipli davam eləmək. Növbəti slayd isə təşəkkürlər dinlədiyiniz üçün. Hamını salamlayıram. Çox sağ olun ki, dəvət elədiniz. Mən İsa Məmmədov, Berlindəki Mədəniyyət Mərkəzinin rəhbəri. Bugün sizə Mədəniyyət Mərkəzinin fəaliyyəti, yaranma tarixi, ümumiyyətlə planları, Azərbaycan Mədəniyyət Mərkəzi Berlindəki. Ümumiyyətlə qısa bir məlumat vermək istəyirəm, ondan sonra sizin sahənizə yaxın bir mövzuya keçəcəm. Mədəniyyət Mərkəzi ümumiyyətlə Azərbaycanda, dünyanın 6 ölkəsində bu kimi mədəniyyət mərkəzi var. Fransadır, İtaliyadır, Avstriyadır, Berlindir, Türkiyə, Özbəkistan. Hamısının paytaxt şəhərlərində yerləşir. Bu mədəniyyət mərkəzləri prezidentin sərəncamı ilə yaradılır. Var mədəniyyət evləri, onlarla adətən çox vaxt hamı səhv salır. Mədəniyyət mərkəzləri dövlət müəssisələridir. Mədəniyyət evləri isə bu diaspora təşkilatlarıdır, hansı ki, özəl təşkilatlar qrantlar vasitəsilə fəaliyyət göstərirlər. Mədəniyyət Mərkəzinin əsas fəaliyyəti, əsas istiqaməti tək mədəniyyət mərkəzində tədbirlərin, konsertlərin və yaxud da sərgilərin keçirilməsindən ibarət deyil. Mədəniyyət Mərkəzi Azərbaycanın mədəniyyətini, tarixini, elmi turizm potensialını bütün akkreditə olunmuş ölkədə təbliğ edir. Əlbəttə ki, bugün bizim mədəniyyət mərkəzimiz Berlində 2019-cu ildən yaradılıb. Pandemiya dövründə fəaliyyət dayanmışdı, lakin tam aktiv fəaliyyəti 2023-2024-cü ildən başlamışdır. Mədəniyyət mərkəzləri Mədəniyyət Nazirliyinin kuratsiyasındadır. Fəaliyyət istiqamətləri Azərbaycandakı Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilir, lakin eyni zamanda da səfirliyin tabeliyindədir, çünki Azərbaycanın dövlət müəssisəsidir, Azərbaycanın dövlət ərazisidir. Amma bugün hal-hazırda biz çoxlu, yəqin ki, hamınız bilirsiniz, biz çoxlu sayda musiqi tədbirləri, konfranslar, sərgilər eləyirik, müxtəlif Azərbaycanın mədəniyyətinə yönəlmiş müxtəlif tədbirlər olur. Məkan böyük olsa da, amma hər zaman bütün o siyahımızda olan deyək, soydaşlarımızı və xarici qonaqları çağırmaq imkansız olur, çünki həddindən artıq çoxdur, hər dəfə müəyyən dəvətlər gedir, belə deyək. Bugün Azərbaycan Mədəniyyət Mərkəzinin ilk məqsədi olan Azərbaycan dilinin təbliğidir. O da artıq kursumuz var. Yəqin ki, burada bir çox adamın, belə deyək də, mütəxəssislərin uşaqları orada iştirak edir. Mən dəvət edirəm ki, hamı öz uşaqlarını gətirsin. Ora tək Azərbaycan dili deyil, orada həm interaktiv, həm vaxt keçirirlər, həm şəbəkələşməyə kömək olur, həm istər ailələr, istərdir ki, uşaqlar. Amma burada mən ilk olaraq bu klassik mədəni tədbirlərdən danışmağa gəlmədim. Mən ilkin olaraq sizə Azərbaycan Mədəniyyət Nazirliyinin bir proyektini istəyirəm qısa bir təqdim edim. Bir video rolikimiz var, ona baxaq, ondan sonra davam edəcəm.
Deməli, yaradıcı mərkəz haqqında qısa məlumat vermək istəyirəm. Ümumiyyətlə, Mədəniyyət Nazirliyinin bir sahəsi var, yaradıcı sənaye sahəsidir. Bu nədir? İqtisadiyyat, yaradıcı texnologiya və mədəniyyətin birləşdiyi bir sənayedir. Qısa dildə desək, mədəniyyət sahəsinin monetizasiyasını yaradıcı sənaye sahəsi üzrə belə öz fəaliyyəti qurur və yaradıcı sənaye müxtəlif sahələr aid ola bilər. Animasiyalardır, sinemadır, oyun sənayesidir, mediadır, artdır, fərqi yoxdur. Yəqin ki, hamı bilir, 2023-ə qədər mədəniyyət sahəsində ən böyük gətirən, dünya üzrə ən böyük gəlir gətirən film sənayesi idi. Artıq 2023-dən başlayaraq oyun sənayesi, bütün mədəniyyət sahəsi üzrə oyun sənayesi ən çox gəlir gətirən sahədir. Biz Azərbaycanda yaradıcı belə bir mərkəz yaratmışıq. Bu yaradıcı mərkəzdə müxtəlif maraqlı istər mentorluq, inkubasiya, hakaton, təhsil sahəsində fərqi yoxdur. Yəni bütün sahələr üzrə tam IT sahəsi üzrə də mütəxəssislər gəlirlər, müxtəlif layihələr keçirirlər. Hal-hazırda bir neçə hətta startapa da dəstək olublar. O startaplardan biri də Mədəniyyət Nazirinin dəstəyi ilə artıq Avropa çıxır. Bu BuyQR startapıdır, hansı ki bildiyimiz QR menyulardır, hansı ki restoranlarda olur. Amma bu startap fərqlənir ona görə ki, o QR kodla artıq menyudan həm sifariş eləmək olur, həm onun statistikasını aparmaq olur və sair. Mən çox istəyərdim ki, həmən adam da gələndə burada görüşdə özü haqqında danışsın ki, yəni bilinsin ki, hansı startapa dəstək olunubdur. Mən çox istəyərdim ki, ümumiyyətlə bu yaradıcı mərkəzlə, biz mədəniyyət mərkəzi olaraq yaradıcı mərkəzlə bir belə deyək, bridge rolunu oynaya bilərik. Yəni sizin hər hansı bir maraqlı layihəniz ola bilər, təklifləriniz ola bilər, yaradıcı mərkəzlə bir yerdə həyata keçirə bilərsiniz. Bundan əlavə, mədəniyyət mərkəzi olaraq da biz gələcəkdə istəyərdik ki, mədəniyyət mərkəzi maraqlı bir innovasion bir haba çevrilsin. Yəni biz çox istəyərdik ki, dəstək olaq, mərkəz olaraq hər hansı bir maraqlı bir layihələr, istər gaming industri olsun, istər media sahəsində maraqlı təkliflərə biz açığıq. Biz istəyərdik ki, Azərbaycanın intellektual potensialını biz təbliğ edirik və siz də, belə deyək də, hamımız intellektual öz sahəniz üzrə elçilərsiniz və sizin köməyinlə də biz maraqlı bir təkliflər istəyərdik, sizdən də eşidək. Azərbaycan mədəniyyətinin, Azərbaycan tarixinin, Azərbaycan turizm potensialının, elmi bacarıqlarının təbliği ilə bağlı təkliflərə biz açığıq. Hər zaman mərkəzə müraciət edə bilərsiniz. Mərkəzlə hər hansı bir yaradıcı az saytına girib tanış ola bilərsiniz bütün o mərkəzin, bu innovasionlu hubun da fəaliyyətindən. Hər hansı bir təklif olsa biz çalışacaq kömək eləyək əlimizdən gələni və əlbəttə ki, sizdən maraqlı təkliflər Azərbaycan mədəniyyətinin innovativ tərəfinin təbliği ilə bağlı eşitməyə hazırıq. Bu qədər. Mən bölüşə də bilərəm, sizin əgər qrupda, bilmirəm, mən sizə əlaqə nömrəmi də verə bilərəm, e-maillər də verə bilərəm, siz bölüşə bilərsiniz hamı ilə. Burada mən bilsəydim ki, belə təqdimat bacarığı var, biraz da daha başqa formada hazırlaşardım, amma ilk səfərdən onun üçün o. Hər hansı bir sual varsa, yenə verə bilərsiniz, əgər yoxdursa, e-maillə də müraciət edin, bilin ki, biz hər bir təklifə açığıq. Buyurun. Mən də sual var idi. Buyurun. Bəli. Həftə sonu, hər həftənin 6-cı günü mərkəzdə Azərbaycan dili məktəbi kursu var deyək. Saat 10:30-dan başlayıb 4-ə kimi. Həmən kurs hal-hazırda 4 dənə qrupdan ibarətdir. Yəni günü-gündən artır, 56 tələbəmiz var. Bunlar Azərbaycan dili öyrənirlər, amma interaktiv. Yəni deyək ki, bildiyimiz teoretik deyil.
bu xəritədir, bu və s. Hər gün oynayırlar, mədəni istirahət edirlər, maraqlı layihələr olur. Tədbir kimi gedirlər, çıxış edirlər. Uşaqlar həm rəqs də öyrənə bilər orada, həm Azərbaycan dili ilə bağlı fərqli, müxtəlif çox əylənir. Yəni uşaqlar hər gün deyirlər ki, misal üçün mənim öz uşaqlarım da o uşaqlarla bir yerdədir ki, çünki əlaqələr gərək olsun, daha belə aktiv olsunlar və maraqlı, hər dəfədə maraqlı bir tədbirlərdə də iştirak edirlər, nümayiş edirlər. Thanks everyone for showing up for a topic that rarely is one that we like to discuss, but every business is a people business, and hiring is the essence of building teams, the essence of building organizations. But the problem is that the system is really broken, and this has an impact on businesses, has an impact on you as individuals, has an impact on how we scale teams, how we grow, how we prosper as organizations. Now, the fact that the system is broken is not necessarily a bad thing, because you can use it to your advantage, whether you are hiring or interviewing or, well, actually doing both. Now, what is it about me that actually gives me the ability to talk and have really strong opinions about this? Well, I've built 3 businesses. I've exited both of those, well, 2 of those. Third one I'm still working on. The 2 that I did exit were within recruitment and executive search. Spent 20 years in talent management, people advisory, people acquisition. I sat on the board of an international group of companies. We acquired a number of companies within the recruitment sector. I was actually responsible for post-merger integration within those companies. I've advised startups across Europe, Middle East, Asia, North America. I've made over 1,000 successful hires. I've got 12,000 documented interviews. I've probably interviewed more like 15,000 people at this point. So I've got a little bit of experience in this. So let me start off by asking a question here. What is the most common type of interview that exists? Anyone? So, screening? Nope. Asking questions? I'm talking to recruiter. Sending the CV. No. None of those. It is an unstructured conversation, one that is led from the gut. Let's just talk and see what happens if we like each other, right? And there is a problem with that. There's actually quite a serious problem with that, because that conversation only has a 50-50 chance of predicting performance. So that means most interviews you're walking into, you're just as good sitting down, flipping a coin and basing the decision on that. And that's kind of a problem, because you're being interviewed by someone who's basically flipping a coin. That can also be used to your advantage. But before I actually jump into how that can be used as an advantage, I want to make you familiar with one more statistic. 23% of hiring managers have been trained in interviewing. Means the rest hasn't. And those 23% that have actually been trained, their training comes from large corporates. Think GlaxoSmithKline, Philips, Coca-Cola, Unilever, Google, kind of. So that basically means that the managers that are interviewing you don't really know what they're doing. So if we move to the next slide, we've established that hiring is broken, right? Hiring managers don't really know how to get the most out of interviews. They're doing what feels comfortable to them. You know, they learned to hire by simply doing it, by repeating their experience as candidates, by seeing what others are doing, other untrained managers are doing, or maybe we're supported a little bit with some in-house training on interviewing and bias recognition, not on hiring. Most hiring decisions are made using emotion,
gut, not fact, not evidence. They're justified by logic, but fact and evidence actually has very little to do with it. And finally, to top it all off, most roles are really poorly defined. I mean, think about it. Where do job descriptions come from? Well, they're usually recycled. It's usually the job description that we used the last time we hired for that position, or we kind of steal what the competition is doing. By the way, they also recycled that job description, but we take that job description and we sprinkle some AI dust on it, and voila, we post it. And that creates a problem because we post a general job description and we get a whole lot of applications. We've all seen those jobs that get 300, 500, 700, 1,000 applicants. So what happens then? Well, what happens then is that only between 1 and 2% of applicants actually ever make it to an interview. Because we give our AI-enabled ATS system a job application that was written by another AI, ATS applicant tracking system. So basically, if you apply to a job, that's the system your CV goes into. So that system is basing its screening of CVs based on a poorly defined job, and that results in 1 to 2% of candidates ever making it to interviews. So if you're making it to an interview, congratulations, you are in the 1%. Amazing, well done you. The problem is now you've got to deal with a manager that, well, they've never been trained how to interview, so they're going to base it on gut, 50-50%. So you get the story. So how do we actually use this to your advantage? Well, what I teach hiring managers is a framework, and that framework is define, design, and hire. When we think about hiring, we immediately jump to interviewing, right? How do I prepare for interviews? How do I ask interviews? How do I screen candidates? How do I do it faster? That's the hiring bit. That's kind of the end of the story. We need to start with defining. If we define what the job is, not by skills or tasks or responsibilities, but define it by what's the mission, what's the purpose of the job, why does it exist? What do we need from it? And then we take that and look at what are the actual outcomes we want this person to deliver in the job. What does success look like in this job in 6 months, 9 months, 12 months, 18 months, maybe even 24 months? Once we have an understanding of what that success is and how we're going to measure that success, we can then look at the competencies that we want someone to bring in order to deliver that success. And I'm not talking about skills here. I'm talking about competencies. Competencies like, do we want them to be a creative team player? Do we want them to take responsibility? Do we want them to move quickly and break things? How do we want this person to operate? Once we have an understanding of that, we can then design how we're going to assess for that. Once we understand how we're going to assess for that, we can identify how we're going to engage and attract the right people into the organization. Will that lower the number of applicants? Yes, but we kind of want that. And then we can actually execute on the hiring. So we can interview them, we can speak to them, we can engage with them, we can give them a positive candidate experience. Now, we've already established most managers aren't doing this. So guess what? It can be on you as the candidate to do this. It's just that you're going to have to do it in preparation for an interview and in execution of an interview. Because if you help managers in an interview or companies in an interview scenario define what is the problem or problems they're solving for and help them assess you specifically for that problem, then guess what? You're the bridge between where they are now and where they want to be in the future. And you position yourself as the top candidate in the category. So, what else can we do with that? Well, that framework
is helpful for candidates and managers. But let's focus on the candidate side of it. First of all, as a candidate, you are also interviewing. You're interviewing the company, you're interviewing the manager, and in fact, I would argue that you've got a bigger job of interviewing, because as a company or as a manager, I'm interviewing for an employee. As a candidate, you are interviewing for a manager, a team, a career coach, a culture, a mentor. These are all very important interviews, so don't ever go into an interview without questions prepared. Questions like, how do you define success for this role? Because let me tell you, if they can't define that, that's your opening. And if they still can't define it, run. Because you'll never find happiness in that job. By knowing their problem, you can make it clear how you can solve that problem. And one of the methods that I love to teach for this is SOAR. Situation, objective, action, results. What was the situation you were in? What was the objective? What actions did you take? What were the results that you delivered? And that shows not just what you did, but how you think and how you approach problems. It builds that bridge. As to managers, first of all, define what great looks like before you start interviewing or hiring. Unless you know that, you're not going to make the right hire. And the sad thing is that in engineering, I think most are in engineering here, most candidates don't last in a job more than 18 months. And 18 months is kind of important because that's when you actually make a return on investment. It takes 3 to 6 months to onboard someone into a business, and people generally check out mentally 3 months before they leave. So at 18 months, you're getting 9 to 12 months of full productivity. And the cost to you as an organization, the cost of replacing a candidate is 2 times the annual salary of the candidate you're replacing. That's not a made-up statistic, that's Gallup 2023 study. BCG ran one in 2017, it was 2.5 times annual salary. So if you're replacing a developer in Berlin, It's expensive. it's like annual salary between 180 to 100K, roughly. Yes. 2 times 100, 160 to 200K for replacing one engineer. And that doesn't take into consideration lost profit and opportunity. That is just time and productivity and disruption to team. And by the way, having someone leave increases the likelihood of another person leaving by about 30%. So what do? You focus on what's the mission, what's the purpose of the job, what are the outcomes that you're hiring for, what are they, how do you measure good? How are they measurable? What are the competencies? Not the skills, not the tasks. 2 years ago, we weren't hiring for AI prompt engineers. Does that mean that the people we hired 2 years ago are no longer the right people for our business? No, they had the competencies. They had the curiosity. They had the keenness to learn. They developed the skills. Skills don't matter. Skills can be acquired. Competencies, that's what you want. Use structured interviews. Unstructured interviews, might as well flip a coin. Seriously, they don't work. Use structured interviews. Hiring is not a task. It is leadership. And interviewing is a key leadership skill. So treat it as such and take the time to actually invest in acquiring those skills, because it'll make you not only a better manager, but also a better candidate. So if anyone is interested in having more, let's talk. Thank you so much. I really enjoyed very precise presentation. You 2 times mentioned the kind of the differences between the skills and the competences. Yes. Can you a little bit elaborate the thin layer between them, because it's still not clear for me. Oh yeah, okay. It's actually not a thin layer. It's actually a pretty big divide. If we look at a standard job description, we're going to have 7 years experience in Java, right?
X amount of time experience in developing APIs within SaaS finance companies. Right? Those are going to be skills, hard skills. Hard skills, right? It's going to be checkbox. We can also see companies mention things like, oh, we want someone who's a team player. The problem with all of that is that it is not defined. So let me ask you a question. Can you give me a height that is tall? A height that is tall. For some, it's going to be 1.80 meters. I mean, for me, 1.80 meters is tall, yeah? For others, it's going to be the Burj Khalifa. Competencies have very clear definitions. Competencies define how someone fits into your culture, how they operate, how they behave. Competencies also build what I described as aspirational culture, so the culture you want to develop within the organization. They do, however, hinge on very clear definitions within the context of your organization. What is tall in your organization? Is it 180 or is it the Burj Khalifa? And unless you do that, you're never going to have alignment. You will never be able to make the right hiring decisions. So every organization should actually have a dictionary of their competencies and how those are defined. Thank you. Səhnəyə Şəhriyar müəllimi dəvət etmək istəyirəm. Artıq buradadır. Artıq buradadır. Şəhriyar NordVPN şirkətində işləyir. Hansı pozisiyondadır? Threat Intelligence Team Senior Software Engineer. Maşallah. Və Şəhriyar bugün nə barədə danışacaq? Bir dənə site proyekt yazmışam. İstəyirəm onu demo edeyim və feedback toplayayım. Hazırsın? Və axırda sual verirəm, NordVPN-dən pulsuz bilirik. Artıq yüksəlirsən də. Sən mənə yaz da bir dənə. Buyurun. Yəni deyildiyi kimi, adım Şəhriyar Rzayev. Almaniyaya köçmüşəm, bu maraqlı ola bilər, ona görə qeyd eləmişəm. Kifayət qədər yeni hesab edirəm özümü. Amma baxmayaraq, gələn kimi də fürsətdən istifadə bütün konferanslar və ərazilərdə speaker kimi vətəni təmsil edirik. Buradan da bir dənə irəli. Əsas buyur, gəlin. Yaxşı. Əsas belə deyim, məşhurluğum Azərbaycanda ondandır ki, biz 2015-ci ildə Azərbaycan Python Community-sini qurmuşuq oradan. Hal-hazırda mən lidershipi təhvil vermişəm. Yəni yerimə gələn bizim dostlar var, hansı ki, onlar o işlə məşğuldurlar. Mini heç vaxt keçə bilmirik. Səbəbi belə magicdir. Çünki mən girirəm və deleted accountları falan silirəm oradan Telegram'a və həmişə minin altında qalır. Niyə? Adətən də bizim community, yəni Azərbaycanda ən keyfiyyətli community sayılır. Çünki biz orada ilk gündən copyright, sonra pirat məhsulları falan hamısının yayılmasının qarşısını almışıq. Və həmçində qrup qaydalarımızda da qeyd edirik ki, bütün canlılara hörmətlə və s. Yəni beynəlxalq standartda bir communitydir. İndi Telegramımı silmişəm, xəbərim yoxdur nə baş verir, amma deyilənə görə hələ də böyük aktivlik var. Bu qədər. İndi növbəti odur ki, yox, çay time deyil. Sən bundan çıx. İndi dur. Format nədir? Mən sadəcə live coding edirəm və demo edirəm. Siz də baxırsınız, sonra... Ay, mən muşqamı da götürəm, yaxşı eyvim. Gələk proyektin özündən. Proyektin adını Epic Launch X qoymuşam. Bir növü praktikaları, Python proqramlaşdırma praktikalarını real şirkət mühitində avtomatlaşdırmağa çalışmışam. Motivasiyam da bundan ibarət olub ki, normalda bütün kurslara, platformalara, nəyisə bir educational materiala baxanda, məsələn, deyək ki, hansı əpi yazmağı göstərir, amma adam ilk offerini aldı, onboard oldu, nə baş verir onunla? İlkin olaraq o adam dokumentasiya oxumalıdır, team necə operate edir, onu anlamalıdır. Əgər standartları varsa, conventionları varsa, bunların hamısını öyrənməlidir. Bir neçə dəfə onboard body olandan sonra gördüm ki, yox, bu nəsə qəriz bir şeydir. Bəlkə bunu avtomatlaşdırım və istifadəyə vereyim. İndi demo hissəsinə keçirəm. Yəni motivational tərəf bunu. İndi nə qədər tutmur bilmirəm, özünüz siz deyəcəksiniz.
Platforma GitHub-la full inteqrasiyadadır. Getting started eləyəndə tracklərə gəlib düşürük və deyək ki, Python trackindən atıram kalkulyator proyektini adam yazıb öyrənmək istəyir və login olur. Login olduqdan sonra proyekt detaillərə gəlib düşür. Proyekt detaildə maraqlı olan hissə bizə odur ki, mən proyektləri real iş mühitinə uyğun, yəni real deyəndə fake sprintlərə bölürəm. O adını da deyək ki, launch qoyuram. O da Epic Launch-a görə launch qoymuşam. İndi onda UX UI injinerlər dedi ki, yəni belə olsa yaxşıdır. Və bu proyekt ki, kalkulyatordur, 4 taskdan ibarətdir. 2 sprintə bölündü və toplam 140 point toplayırsınız. Növbəti, yəni mühəndis növbəti dəfə launch basanda, yəni buttonu klikləyəndə onun əvəzinə biz GitHub repo yaradır sistem, project board yaradır və taskların hamısını yenə də GitHub-da yaradır, verir bizə. GitHub repo yarandıqdan sonra növbəti addım təbii ki, bizim organizasiyanın adında, altında istifadəçinin username və levelına uyğun proyekt adı ilə yaranır. Collaborator kimi əlavə olunduğuna görə sadəcə bizə accept invitation eləmək qalır. Və salam, indi növbəti. Board avtomat yaranır. Bunu da düşünmüşəm ki, ilkin gündən düşün ki, siz hansısa bir kursu falan bitirmişsiniz, siz işləmirsiniz. Heç kim də sizə to do, nə bilim, in progress falan göstərməyib. Mən amma ilkin başlanğıcdan deyirəm ki, bax, to do da var, tasklar budur. Çalışın, öyrənin buradan. Digər bir hissə, əsas amma deyək ki, bu platformanın istifadəçisinin ömrü burada keçir. Məsələ odur ki, məsələn, launch 1, düzdür, launch 1 yəni sprint 1. Burada overview-də mən qeyd edirəm ki, baxın, bizim atıram, elə düşün ki, X şirkət. Bu şirkətdə branch pattern belədir. Yəni, diqqətini də ölçürəm insanı ki, çünki əks təqdirdə deyək ki, review-dan keçməyəcək. Belə olur da, normalda CI-dən keçmir və fail olur. All PRs should come from these branches. Bura qədər aydın. Sonra bu toplam görürsünüz 55 pointdir və task başına təbii olaraq pointləri bölmüşəm burada. Və how to complete hissəsini oxuyub adam kodu yazmalıdır. Oxumaq hissəsi də, yəni dediyim kimi, deyir ki, create domain models. İndi biz eləyəcəyik, bir nümunə göstərəcəm sizə ki, yəni bir PR-dan necə bitiririk. Və hər bir buradakı task bir GitHub issue-yə bərabərdir. Yəni, bu da sinxronizasiya olunur. İstəsə gəlib GitHub issue-dan oxuya bilir, istəsə də qayıdıb platformanın içindən oxuya bilir. GitHub boardu və adətən də nə baş verir? Növbəti addım odur ki, mən gəldim, mənə task verildi, assign olundum bir taska, amma hələ də başa düşmürəm ki, şirkət və yaxud da ki, team necə operate edir. Bunun üçün də dokumentasiyası var, adam gedir Standards and Conventions-ı oxuyur, başa düşməyə çalışır ki, mənim timim nə gözləyir? Commit-i mən conventional istəyirəm, branch name-im belə olmalıdır, pull request-in practice-im belədir, testing necə olacaq, PR review necə baş verəcək və s. Hamısının dokumentasiyasını oxuyur, adam anlayır ki, bu tim belə işləyir. Anlamasa zaten mən orada review-da onu başa salıram növbəti dəfə, indi onu göstərəcəm. Bura qədər sual yoxdur da, aydındır bura qədər, sıfır. Və salam, indi oxudu, başa düşdü, növbəti nə olmalı idi? Növbəti odur ki, bu adam kodu klon eləməlidir. Düzdür, adətən də belə olur. Gəlin onu sınayaq. Bu ilk sənədə hələ ki, klon eləməlidir. Sıfırdır hələ. Hələ indi yarandı, launch oldu. Bəs klon eləyib öz akkauntunu atdı da, yəni user'ın adına bir klon yarandı, fork elədi, elə bir. Fork eləmirik. Mənim organizasiyamın altında sən kollaborator olursan. Zaten real şirkətdə də heç kim repo fork eləmir ki. Oturub orada... Yəni mən onu mimik eləməyə çalışıram ki, hər şirkətdə repo fork yaratmırlar ki repodan. Deyir ki, sən işçisən, kollaborator kimi əlavə olunursan, buyur işlə. Amma o Shakopi... O mənim username-imdir. Sənin username-ə görə yeni proyekt yarandı da, belə başa. Hər bir username-ilə proyekt. Amma bizdə misal üçün bir dənə existing proyekt var da, o proyektə görə, o proyektdən bir dənə kopya yaradırıq, yəni elə çıxır. Mən burada... Sadəcə burada belələdiniz, yəni. Yox, yaxşı sualı. Tema nədir? Epic Launch-un özünün bir Python template-i var, hansı ki boilerplate-dir. Məqsədli olaraq deyək ki, make fayılım var orada, linterim var və s. Mən də deyirəm ki, götür kalkulyator easy proyektini, hansı ki bu proyekt idi, yəni kalkulyatorun özü idi və onu yaratmaq istəyəndə o template-dən yarat, bütün faylları populate elə, növbəti şey odur ki, issue'ları yarat, sonra sprint board'u yarat,
istifadəçini Oracle laborator bir template yaradıram və sənə verirəm ki, buyur işlə buradan. Bir dənə sual verirəm. Buyurun. Hər dəfə task yarananda klon eləməlidir, yoxsa Hər bir proyektdə dəqiqə, oy, mən niyə çıxdım? yəni məsələn indi kalkulyatordan. Hə. İndi sabah kalkulyatorun ikinci stepində olanda yenə klon eləməlidir, yoxsa Yox, kalkulyatorun bitirilməsi üçün adamın 4 dənə taskı var. 4 taskı kalkulyatorla bitirdi, kalkulyator dana düşür, gedir məsələn deyək ki, növbəti mövzunu tapır. Dekorator mövzusunu tapır, nə bilim filan mövzusunu. Onlara da hərəsinə bir repo yaranır. Çünki başqa cür işləyə bilmərsən. Mən bir repo ilə bütün hamısını nəzarət edə bilmərsən. Düşünün ki, məsələn şirkətdə 5 proyekt var, hər birinə növbə-növbə qoşurlar sizi. Yəni, bunu mimik eləməyə çalışıram. Bura gələk, növbəti. Hə, klon eləyə bilmədim yəni. Gedirik, repos, others. Oy, no. Others. Və klon eləyirik. Yəni, bura qədər standart prosedurdur. Yerdə bir şey yoxdur. Burada Shopify, kalkulyator, easy. Və VS kodumuzu açırıq. Biraz da zoom eləyim. Biraz da. Məncə yaxşıdır. Terminalımızı da açaq. Zooma ehtiyac var, yoxsa yaxşıdır? Yaxşıdır, okey. Növbəti odur ki, deyək ki, siz Python mühəndisiz, artıq hər şeyi bilirsiniz ki, deyək Python necə işləməlisiniz. Yəni, ilk olaraq virtual env yaratmalısınız. Yəni, başqa cür bilmirəm ki, bunu da izah eləməyə çalışsam, orada... Sadəcə virtual env yaradır. Və hamısı, bütün template orada zaten var. Sonra bu virtual envi təbii ki, nə etməlidir? Aktivləşdirməlidir. Və bəzi make komandalar var. Bu qaranlıq oldu deyə görə bilmirəm. Hə, yandırdım. Yəni, okeydir, işığı yandırdım. Sonra buradakı bu, təbii ki, bəzi paketləri yazmalıdır. Bu da standart. Yəni, qeyri-adi bir şey yoxdur. Sonra deyək ki, make install dev. Bu da bizim dependensilərin bütün hamısını qeyd edir ora. Bura sıxıcı yerdə olandır. İndi yaranar. Biraz da ürək sıxıldı niyəsə amma. Yəni, anyway, o orada öz işindədir. Çox böyük ehtimal ki, yaranıb o. Mən yenə bunu aktivləşdirim, hər ehtimalı. Və indi qayıdır adam öz taskını oxumağa. Taskı da haradaydı? Burada. Taskda nə deyirdi? Birinci ilk olaraq branch'i düz açmalıdır. Yəni, mən task 1-i eləyirəm, launch 1-dən eləyirəm. Ona görə launch 1, task 1. Git checkout. Branch'imiz düz. Sonra yenidən gedib oxumalıdır ki, nədir? Create domain models.py faylını yarat. Domaini tapır, models.py faylını yaradır. Düzdür. Sonra təzədən taska qayıdır və burada mən ona hint verirəm ki, okey, sən data class-dan istifadə edə bilərsən. Ümid edirəm ki, o onu başa düşür və data class-dan istifadə edir. Deyir ki, data class. Sonra qayıdıram bura, deyir ki, nə? Operand class yaratmalısan və içində first operand, second operand olmalıdır. Both fields must be int type. Okay. Deyirəm ki, bu data class və class operands. Sonra deyirəm first. Desəm first. Deyə bilmirəm. Operand və integerdir və second operand. Operandakı gəlin bu dəfə qəsdən deyək ki, string qoyuruq. Səhv eləyək də qəsdən. Və linkdən keçməlisən, yalan yerə linksiz getmə ora. Ona görə biz öyrədirik ki, make format elə, sonra get ora. Və indi təzədən linki şey edəyir, error çıxmır. Buradan belə çıxır ki, mən commit yaza bilərəm. Link yazılmışdır, dokumentasiyada. Hə, hamısı var. Format var, lint var.
Plus da olmasa belə CI fail olur, orada zaten gəlib onu eləməliyəm. Yəni biraz da belə sadələşdirməmişəm açığı mən özümü. İstəyirəm o biraz da əziyyət çəksin. Yəni o real o şey bir iş mühitini şey eləsin. Okay, buraya qədər hər şey bomba yaratdıq və ilk commitimizi yazmaq istəyirik. Git status, git add və git commit m və təbii ki conventional commit olmalıdır. Orada zaten var. Deyirəm ki fit add operand class. Yes. Buraya qədər əla git push. Bu dəli remote-u yaradaq. Okay, getdi. Əla. Sonra növbəti addım o idi ki, təbii ki sən bunu review-yə göndərməlisən. Review-yə göndərə bilməyin üçün də new pull request həmin o branch-i seçir və orada dəyişikliyinə baxır. Sonra create pull request eləyir. Yenə orada convention var ki, sən bunun içində mütləq clauses yazmalısan. Hansını close eləmək istəyirsən. Launch 1, task 1, clauses 1. Burada clauses 2 eləsən zaten point yığa bilmirsən. Yəni, məntiqdə bundan ibarətdir. Mən sonra create pull request eləyir və burada biraz show program başlayır. Checklər. Checklərimiz nələrdir? Demək olar ki, orta standart hər şeyi qeyd eləməyə çalışmışam. Linter yoxlayıram, PR-ın convention olduğunu yoxlayıram, security check yoxlayıram, unit testin run'ını yoxlayıram, conventional commit'in gəlib gəlmədiyini yoxlayıram. İlk gündən adama əziyyət verə-verə başa salıram ki, bax, hansısa bir şirkətdə bunu görməyə hazır olmalısan. Amma yuxarıda daha maraqlı. Mən görməsən qaç. İndi iki tip review var. Mən AI review-nu indilərdə test edirəm. Artıq bir ay əvvəl qoymuşam. Və burada fikir verirsiniz, AI agent decides something wrong. Və there's the second operand field in the operand class is defined as a string, but it should be int. Yəni review-nu da avtomatlaşdırır. Əslində requirement-da int istəmişdi. Mən qəsdən string yazdım. Tutdu dedi ki, olmaz. Amma bu bəs deyil, test də yoxdur. Deyir, başa düşmədim. Niyə test function'ın yoxdur sənin? Və bu tərəfdə hələ onu da bypass edə bilər axı. Necə bypass edə bilər? Boş test funksiyası göndərə bilər. Mən coverage-ın da slash olduğunu qoymuşam ki, hallı. Mən buradayam, mən bilirəm. Sənlikdir. PyTest coverage fail oldu, test fail oldu. Plus review-dan requested change gəldi. Heç vaxt onu heç bir şəkildə nə oldu? Merge edə bilmir. Merge blocked. İndi gedək həmin o məsələmizi fix edək. Burada bu business logic bir şey olanda onu tapmaq olur. Yəni tapşırıqdan asılıdır da. Çünki mən məsələn elə bir şey verməliyəm ki, adam real olaraq onu da tez bazar fix edə bilsin. Çünki kalkulyatorda easy-dir. Amma daha hard problemlərdə daha başqa problemlər yaradıram. Məsələn deyək ki, inheritance istəyirəm. Inheritance-ı görə bilmirəm deyək ki. Yəni sən inheritance-ın və yaxud da şəbəkən düz deyil və s. Yəni dediyim ki, mən onu yaratmışam və Azərbaycandakı bu kurslarla falan bir dəfə danışdı, iki dəfə bir münasibət şeylədi ki, bunu prosesin parçası olaraq eləyə bilərikmi? Yox dedilər. Ona görə hələ qalıb belə. Yəni hər hansı bir feedback olsa ki, məsələn nəyisə inkişaf edətdir, mən sevə-sevə onu implement edə bilərəm. Yəni zaten core işləyir, sübut eləmişəm ki, ideya da işləyir. Üstündən nə istəyirsən yaradıq. Nə danışırdım? Stringi fix edim, yes. Yox, hələ test yazmırıq. Ya da yazaq, vaxt çox keçməz. Okay, yazaq. Və bura deyək ki, test models high. Və testimiz ya, def test if operand is created. Yox. From PyTemplate. Bizdə o qadağandır. PyTemplate domain models import operands. Və bu tərəfdə deyək ki, məsələn obyekt yaradıram. Adını da qoyuram operands və onu yaradıram 12 və 22 ilə. Sonra da bir assert yazaq yalandan ki, deyək ki, obyekt first operand bərabərdir 12-yə. Obyekt second operand bərabərdir 22-yə və nə bilim, nəsə də qoyaq ki, deyək ki, is instance
obyekt həqiqətən də operant tipidir. Görürük, amma yəni nəsə də bir test yazmış oluruq da. Və test, bağışlayın, bu buradan getdi, ümid edirəm ki, və sonra make test dəlicəsinə past oldu. Növbəti git status və git add, git commit. Deyək ki, amend eləsəydə, yəni həmin əvvəlki komitə eləsək, push eləsək, onda Onu inansın heç bilmirəm nə olacaq. O кейsi düşünməmişəm. Və burada da deyirəm ki, add məsələn operants. Bir də komitləri yoxlayır, yəni komitin əsasında. Hə. nə üçün deyirəm? Conventional olub olmadığını yoxlayır. Hər pushda. Bypass eləyə bilmirsən. Force pushdan eləmək olur. Açığı mən burada adminəm. Mən öz dəqiq akkauntumdan şey eləyirəm. Ona görə ola bilsin ki, olur. Hə, o bomba kimi. Sağ olun. Deməli force push-u ləğv. Məncə şey eləmişəm. O rullarda onu qeyd eləmişəm. Və git push eləmədik də amma. Okay, git push eləyirik, təzədən qayıdırıq həmən o. Amma burada haskell adı var, misal üçün before commitdən sonra check edir. Yəni push eləmə, yəni commit-i yazmamışdan qabaq check edir. Pre-commit hook var. 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 Onun sadəcə elə bir şey mən o klientdə daxı səndədir. Yəni deactivate eləyə bilərsən, activate eləyə bilərsən. Getməmişdən qabaq da. Yəni ona inanmaq olmaz. Ona görə mütləq CI-də geyindirməlisən ki, o film hər şey qaydasında olduğuna görə approve elədi avtomatik. Və yenə də bütün bu proqreslər gedir. Amma burada bir dənə maraqlı bir şey də var. Əgər biz bu səhifəni refresh eləsək, görürsüz bu loading-ə düşür artıq. Yəni ona kimi düşünmüşəm ki, sprint də aktivdir. Əvvəl aktiv deyildi, indi aktivdir. Hələ point yığmayıb. Çünki point yığması üçün pull request-də mərc eləyə bilməlidir. Gedir kofesini içir. Okay, all checks have passed. Hər şey bomba kimi. Burada başqa bir şey. Test threshold. Şey okeydir. Mən ikisini bir yerdə save elədim. Birinci şey elə düşünmüşdüm ki, stringi save fix eləyim, testə sonra baxaq. Amma anyway, avtomatik nə deyirlər ona, approve olundu və bu böyük məhəbbətlə onu confirm eləyəndən sonra gedib öz təzədən refresh eləsə görürsüz dana düşdü. Amma hələ ki launch 1 yenə də loadingdədir, çünki ikinci taskı eləməyib adam. Və point da burada yığılır. Plus burada bizdə notification da var. İndi naive notification'dır. Amma yəni də congratulations, you have successfully finished task 1 in calculator. Bundan əvvəl isə deyirdim ki, məsələn PR-da indi review'unu keçdi. Sən də başladın buna eləməyə, falan belə. Bütün o progresi ora notification kimi göstərirəm və mark as already deyir, çıxır gedir. Platforma ümumən bundan ibarətdir. Yəni adam pull request-in üzərindən point yığır, real task eləyir. Bir də başa düşür ki, real hansısa bir şirkətdə bu GitHub flow necə baş verir. Bunu da hardware-dan anlayır da. Yəni fail ola. İndi mən bunu bilirəm deyə belə eləməm, amma mən görmüşdüm Bakıda bunu demo eləmişdik. Yəni adamlar zülm çəkdilər o CI pas eləyənə kimi həqiqətən. Və mən düşünürdüm ki, məsələn demo 1 saat çəkər, çıxıb gedirəm. Gördüm bu nədir? Axşam düşüb bizi. Gedən də yox. O qədər də maraqlı olub orada oturublar. Yəni belə, kim nəsə mən tapmaq istəsə, düz LinkedIn-dən ancaq, çünki hər şey ləğv eləmişəm. Bir dənə e-mailim qalıb, WhatsApp-ım qalıb, bir də LinkedIn qalıb. Başqa bir şey, leaderboard var, hansı ki, bunlar real insanlardır. Yəni, məsələn, deyək ki, bu adam GitHub profili var həqiqətən də və bunu eləyir. Burada həm ulduz sayına görə baxırıq, həm də rəng sayına görə baxırıq. Yəni, o sophisticated bir şeydir, SQL sorğudur, real time falan deyil. Yəni, sadəcə qoymuşam ki, bu da bizim leaderboardumuz. Dashboardda mən statistikləri göstərməyə çalışıram. Bir task completed, yəni in this week. 15-ci rankdayam aşağıdan nə halda? Yəni belə deyək, pis deyiləm amma 150 pointim var. Bu tərəfdə də naif bir skill metrics verirəm ona ki, sən məsələn pull request-dən onları mərc eləyəndən sonra nələrə toxunursan. Məsələn, domain model yaratdıq, ona görə domain modelini. OEP class yaradırsan, toxunursan. Foundationlara da toxunduğuna görə də skill metrics generasiya eləyirəm ona. In progress görsənir. Əgər proyektlərə getsə, bu tərəfdən
completed, in progress və s. Level'a görə bölə bilir. Mediumlara baxa bilir, hardlara bax. Mən. Yəni betadadır, amma məsələn aktiv istifadəçi, yəni dediyim kimi, məsələn leaderboarda geçən Şəbnəm adlı communitydən bir istifadəçidir. O sağ olsun arada gəlir, yoxlayır. Rəşad da o da xaricdə mastera oxumağa çıxdı, getdi. O da yəni arada gəlib yoxlayır. Yəni belə də communitydən kömək aldığım metoddur. Amma kimsə bunu deyək ki, təhsilinin bir parçası kimi ya şirkətində prosesin bir parçası kimi hələ ki istifadəyə verməyib, yəni görməmişəm, nə də elə bir kontakt şeyi. Yəni növbəti mərhələ o ola bilər ki, bunun daha bir full automated bir adminkasını yarada bilərəm ki, yəni düşünün ki, hər şirkətə uyğun bir task generasiya eləyən avtomatik bir flowdur. Bölür tasklara və s. hamısını sizə verir. Sən də onboard eləmək istədiyin mühəndisə deyirsən ki, buyur, məsələn bunu elə. Amma o flow-nu avtomatlaşdırıram. Çünki bu dəqiqə özümüzdə belə bu əziyyətdir. Bu gördüyümüz stil bizim timin stilidir. Mən bunu burada avtomatlaşdırmışam. Yəni mən bir neçə dəfə çıxdım şeyə ki, yəni yuxarı level'a ki, bunu biz onboard'un parçası eləyək. Çünki adam gəlir, məsələn standartı konvensiyonu məndən soruşur da, bir ay ondan mən axı body oluram, nə mənası var ki, ondan sonra getsin bir 3 gün bununla məşğul olsun, bunu öyrənib gəlsin də. Bu formada yəni belə bir proyektdir. Durum ayağa. Sağ olun, sağ olun, sağ olun. Zəhmət olmasa o QR kodu skan eləyin. Özü işləməlidir də. Biabır alacam indi. Keçən dəfə işləyib 25 nəfər submit edib. İşləyib, əla. Ha? Keçən dəfə baba razniçi. Telefonu работает. Okay. Super. İndi əlavə bir şeyler demək istəyirdim ki, kim ayrı iş axtarır, əlavə iş axtarır, freelance kimi, ya da sadəcə side gig, əllərinizi qaldırın, zəhmət olsun, ya da iş tapmaq istəyərdi. Əla. Mən həmişə nəsə bir variant axtarıram və işdən əlavə freelancer kimi qeydiyyata keçmişəm Almaniyada. Və çox maraqlıdır ki, Almaniyada dünyada bir neçə dənə platform var. Siz balaca side kimi nəsə qazana bilərsiniz. Və bunlar ən azı bir 5 dənə platform mən özüm tanıyıram şəxsən. Orada gedən keçirsən, bilirsin ki, sən nə bacarsan, nə bilirsən. Və oradakı olan balaca rekruterlar ona tərəf işləyirlər. Onların yanına şirkətlər gəlirlər ki, mən bölmək istəyirəm, amma mən tutaq ki, BCG, McKinsey gətirmək istəyirəm, çox bahadır. Bizə qısa müddətli bir konsultant lazımdır ki, tutaq ki, real-time communication bilən insan lazımdır ya da device as a service business bilən insan lazımdır. Biz hazırıq ki, ona pul verək. 5 dənə platforma, mən keçən il yox, o bir il ərzində təxminən 5 saat ərzində 5 dənə zəngim olub, 2000 avro qazanmışam. Siz rahatca 10.000 avro qazana bilərsiniz. Pre-tax, əlbəttə ki, bruto çünki təhsin getməlidir. Amma 1 saatlıq 200, 300 avro, 400 avro ola bilər, rahatca. Çox məsləhət görək ki, ona baxarsınız. Keçən il yox, o bir il 2000, keçən il 1000 avro qazandım. Bu il yox, çünki mənə oradakı olan ekspertiza, mən cyber security deyə bilmirəm. Çünki bu bir spesifik cyber security ixtisas var. Mən ona device as a service kimi expert kimi təqdim eləmişəm. Rahat pul qazana bilərəm. Əlbəttə ki. Əlbəttə ki. Təəssüf ki, amma əlbəttə ki. Heç olmasa bu 5 şirkətdən başlayın. Sadəcə. Və biraz əlavə pul qazanım. Heç olmasa Bakıya üçün bir bilet ala bilərsiniz rahatca. Azam qiymətlərdən. Ay, sağ ol. Heç olmasa oradan başlayaq. Mən ChatGPT demişəm. Demiş ki, generate an image of Azeri community drinking tea and talking about IT stuff. Bax, bunu eləyib. Biraz oxşardı. Amma elə bir eynidir. ChatGPT ya. Amma eynidir. Fərqli olaraq burada kaç dedəm istəyirəm.
French festival. Orada armudu sökən görürəm. Heç olmasa 3-4 dənədir. Okay. Sualınız varsa Nikit tapa bilərsiniz. Rəylər varsa deyin zəhmət olmasa. Çox şad olaram. Gələn meetup bir aydan sonra olacaq. Təxminən eyni günlərdə. Ayın 10-15-ə qədər. Sizə çox sağ olun. Şad olun sizi görməyəm. Sağ olun.